Salyanda dəhşətli avtomobil qəzası baş verib. Doğru Xəbər Azərbaycan reporta istinadən xəbər verir ki, rayonun Noxudlu kəndi ərazisində avtomobillər toqquşub. Nəticədə Sabirabad rayon sakinləri 1965-ci il təvəllüdlü Vüqar Həsənquluoğlu İmanov və 1994-cü il təvəllüdlü Coşqun Məmməd Hüseynoğlu Məmmədov həlak olublar. Hadisə zamanı xəsarət alanlar isə Sabirabad rayon sakinləri 1985-ci il təvəllüdlü Mirzağa Həbiboğlu Məmmədov, onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Pərvanə Fərhad qızı Məmmədova, onların qızı 2011-ci il təvəllüdlü Fatimə Mirzağa qızı Məmmədli və qəzada ölən İmanovun oğlu 2011-ci il təvəllüdlü Tərlan Vüqar oğlu İmanovdur. Faktla bağlı araşdırma aparılır. Yanvarın 3-ü saat 01 radələrində Nəsimi rayonu Ceyhun Səlimov küçəsində İveco markalı təcili tibbi yardım avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletin 29 yaşlı sürücüsü Mehdi hadisə yerində həlak olub. Qəza zamanı ambulansın sürücüsü və 2 sərnişin də xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Bildirilib ki, hadisə zamanı təcili tibbi yardım avtomobili yüksək sürətlə hərəkətdə olub. Faciəvi şəkildə ölən Mehdi restoranda kuryer kimi işləyirmiş, onun 10 aylıq körpəsi qalıb. Təbdən sorğumuza cavab olaraq bildirildi ki, yanvarın 3-ü saat 01 radələrində baş verən yol nəqliyyat hadisəsi nəticəsində 3 nəfər, ikisi kişi, biri qadın olmaqla müxtəlif bədən xəsarətləri ilə kliniki tibbi mərkəzin təcil və təxirəsalınmaz tibbi yardım şöbəsinə gətirilib. Zəruri tibbi yardım göstərilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı Nəsimi rayon polis idarəsində cinayət işi açılıb, araşdırma aparılır.